Salam əziz dostlar, dəyərli izləyicilər, hamınızı xoş gördük. Bugün yanvarın 28-i Fransanın Strasburg şəhərində Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işini davam elətdirir və son 3 gün ərzində Aşbada aparılan müzakirələr, dinləmələr və çıxışlar barədə fikirlərimi sizlərlə bölüşmək istəyirəm. Aşbanın qış sessiyasının bu dəfəki gündəliyində Avropada təhlükəsizlik məsələləri, Rusiyanın Ukraynanı işğal etməsi, Qırlandiya məsələsi, Yaxın Şərqdə təhlükəsizlik və humanitar məsələlər və digər insan haqları və demokratiyaya dair məsələlər gündəliyə salınıb. Görünən odur ki, Avropa ölkələri artıq Rusiyadan gələn təhlükəni öz üzərində daha yaxından hiss eləməyə başlayıblar. Artıq 4 ildir ki, Ukraynada müharibə davam eləyir. Avropanın Ukraynaya dəstəyi davam etsə də, Rusiya hərbi əməliyyatları davam elətdirir və hələ də Rusiya-Ukrayna arasında sülh müqaviləsi, atəşkəs imzalanmayıb. Bu, Avropanı ciddi şəkildə narahat edir. Avropa ölkələrini narahat edən digər məsələlər isə Avropanın öz daxilində, xüsusən də Danimarkaya məxsus Qırlandiyanın ABŞ tərəfindən ilhaq edilməsi, işğal edilməsi təhlükəsidir ki, bu artıq son aylar ABŞ-la Avropa arasında fikir ayrılığını bir daha gündəmə gətirib və Avropa ölkələri öz gələcək təhlükəsizliyini Amerikasız qurmaq və kollektiv təhlükəsizlik sistemi formalaşdırmağa çalışırlar və bu dəfəki müzakirələrdə də bu məsələ, Qırlandiya məsələsi müzakirəyə çıxarılıb. Müzakirəyə çıxarılan məsələlərdən digəri də Yaxın Şərqdə davam edən müharibə, humanitar böhran, insan haqları məsələsidir. Aşbanın qış sessiyasının bu dəfəki sessiyasında xüsusi qonaqlar da var idi. Bunlardan Moldova prezidenti Maya Sandu, Ermənistanın Xaricilər naziri Ararat Mirzəyan və Almaniyanın Ədliyyə naziri idi. Moldova prezidenti Maya Sandu öz çıxışında Avropanı təhdid edən Rusiya təhlükəsi, habelə hibrid müharibə təhlükəsi barədə danışdı. Avropanın kollektiv sürətdə öz təhlükəsizliyini təmin etmək üçün səyləri birləşdirməyə çağırış elədi. Ermənistanın Xaricilər naziri Ararat Mirzəyan da bugünkü çıxışında Ermənistanda keçiriləcək seçkilər barədə məlumat verdi. Seçki öncəsi xüsusən də xaricdən gözlənilən müdaxilələr, ad çəkməsə də Rusiyadan gözlənilən hibrid təhdidlər barədə danışdı. Ermənistanın gələcəkdə Avropa İttifaqına inteqrasiyası barədə məlumat verdi və xüsusən də Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesi barədə danışaraq yaxın aylarda Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının mümkünlüyünü bildirdi və xüsusən də bölgədə kommunikasiyaların, infrastrukturun açılması, nəqliyyat qovşaqlarının açılması barədə məlumat verdi. Və bu dəfəki sessiya əslində tarixi bir sessiyadır. Çünki Azərbaycan və Ermənistanın Avropa Şurasına üzvlüyünün 25-ci ili tamam olur. Ermənistan nümayəndə heyəti bunu xüsusilə qeyd edir. Təəssüflər olsun ki, bir neçə ildir Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının sessiyalarında iştirak eləmir. Bunun səbəbi də odur ki, 2024-cü ildə Avropa Şurası Azərbaycan qarşısında qoyduğu bir sıra şərtlər yerinə yetirilməyib və Azərbaycan nümayəndə heyətinin akkreditasiyası qəbul olunmayıb və buna etiraz əlaməti olaraq Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dondurub. Artıq 3 ildir ki, burada, bu platformada, bu beynəlxalq təşkilatda Azərbaycanlı deputatlar təmsil olunmurlar və bu baxımdan bir tərəfli qaydada Azərbaycanla bağlı tənqidi fikirlər səsləndirilərkən Azərbaycandan heç bir millət vəkili, heç bir deputat bunlara cavab verə bilmir. Təbii ki, bu müəyyən səbəbləri var. Çünki uzun illərdir ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycana yönəlik bir tərəfli tənqidi fikirlər səsləndirilib, qərəzli çıxışlar edilib. Çünki hələ 2001-ci ildə Azərbaycan Avropa Şurası Parlament Assambleyasına qəbul olunarkən qarşısına müəyyən məqsədlər qoymuşdu. İlk növbədə o zamanlar işğal altında olan torpaqların azad edilməsi ilə bağlı Aşbada Avropalı deputatların dəstəyini qazanmaq, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini əldə rəhbər tutaraq Avropada Azərbaycanın haqq səsinə dəstək qazanmaq və Ermənistana
beynəlxalq təzyiqləri artırmaq məqsədi ilə Azərbaycan o zaman böyük ümidlərlə Avropa Şurası Parlament Assambleyasına daxil olmuşdu və ötən illər ərzində Azərbaycan bu platformada ciddi işlər aparsa da, təəssüflər olsun ki, AŞPA üzvləri, xüsusən də Avropadan olan deputatlar Azərbaycanın haqq səsinə dəstək vermək əvəzinə, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləmək əvəzinə insan haqları, demokratiya mövzuları ətrafında rəsmi Bakıya müəyyən təzyiqlər göstərməyə çalışırlar ki, bu da Azərbaycanla AŞPA arasında münasibətləri gərginləşdirdi və ötən həftə ölkə başçısı cənab İlham Əliyev Davosda Euronews kanalına verdiyi müsahibədə də bu məsələnin bir daha gündəmə gətirdi və Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qərəzli münasibəti, bu iki beynəlxalq təşkilatdan Azərbaycana yönəlik qərəzli qətnamələrin, çıxışların edilməsi səbəbilə Azərbaycanın bu qurumlarla əməkdaşlığına son verdiyini bildirdi. Amma rəsmi olaraq Azərbaycan hələ də AŞPA-nın tam hüquqlu üzvüdür. Bu baxımdan düşünürəm ki, gələcəkdə Azərbaycanın yenidən AŞPA-ya qayıtması, Azərbaycan nümayəndə heyətinin burada akreditasiyasının bərpa olunması şansı var. Mən bir məqama da diqqət çəkmək istəyirəm. Mən uzun illərdir ki, Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyalarında iştirak edirəm və bu qurumun Azərbaycana münasibətdə ikili yanaşmasını, qərəzli yanaşmasını öz şəxsimdə də, şəxsi təcrübəmdə də görmüşəm. 8 il bundan qabaq, 2018-ci ilin yanvar ayında qış sessiyası zamanı o vaxt ki Ermənistan Respublikası Prezidenti Serj Sarkisyan burada xüsusi qonaq qismində çıxış edərkən mən elə bu zalda səssiz bir aksiya keçirmək istədim. Əlimdə Azərbaycanlı girovlar Dilgə Məskərov və Şəhbaz Quliyevin fotolarını tutaraq onlara azadlıq tələbi ilə səssiz bir aksiya keçirməyə çalışdım. Təəssüflər olsun ki, AŞPA-nın Təhlükəsizlik Xidmətinin əməkdaşları məni zaldan çıxardılar və belə bir aksiyaya icazə vermədilər. Avropanın mərkəzində insan haqları, demokratiya kimi bəşəri dəyərləri əlində bayraq tutan beynəlxalq bir təşkilatda sırf səssiz bir aksiyama icazə verilmədi. Digər tərəfdən diqqətimi çəkən məqam Avropa Şurası Parlament Assambleyasının yeni seçilmiş prezidenti ilə bağlıdır. Belə ki, ayın 26-sında, yanvarın 26-sında növbəti 2 illiyə Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti seçildi. Bu Avstriyadan olan xanım deputat Petra Bayer'dir. Kimdir Petra Bayer? Uzun illər Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qərəzli mövqeyi tutan, Azərbaycanı dırnaqarası etnik təmizləmədə ittiham edən və 2020-ci il Böyük Vətən müharibəsi zamanı, ondan sonra 2023-cü il antiterror əməliyyatları zamanı güya Qarabağda 120 mindən artıq etnik erməninin etnik təmizləməyə məruz qalmasını bildirən və rəsmi Bakıya qarşı qərəzli bəyanatları ilə yadda qalan bir deputat bugün Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilib və bu o deməkdir ki, növbəti 2 il ərzində də bu platformada Azərbaycanın ünvanına sərt, tənqidi fikirlər səsləndirəcək və bu ehtimalımda heç də yanılmadım. Çünki dünən yanvarın 27-sində AŞPA prezidenti xanım Petra Bayer keçirdiyi ilk mətbuat konfransında ona ünvanlanan suala cavab verərkən Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyini, amma hələ də Azərbaycanda, Bakıda erməni əsilli dırnaqarası hərbi əsirlərin olduğunu bildirdi və onların tezliklə azad edilməsini arzuladığını bildirdi. Kimdir o dırnaqarası hərbi əsirlər? Təbii ki, bugün Bakıda məhkəməsi keçirilən və Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş və bu terroru həyata keçirən, təşkil edən və maliyyələşdirən şəxslərdir. Arayik Arutyunyan, Bako Saakyan, Ruben Vardanyan və digərləridir ki, burada AŞPA platformasında onlar zaman-zaman siyasi məhbus, vicdan məhbusu, hərbi əsirlər kimi tanınırlar ki, və ötən gündə AŞPA prezidenti xanım Petra Bayer öz çıxışında bunu bir daha göstərdi və açıq şəkildə bildirdi ki, Azərbaycan hökuməti onun adını qara siyahıya salıb, Azərbaycan Respublikasına girişi qadağan edilib. Bu da heç də təsadüfi deyil, çünki sıravi deputat olan zaman dəfələrlə
işğal altında olmuş Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər edib, Azərbaycan əleyhinə qərəzli qətnamələrin qəbul edilməsində əsas iştirakçılardan biri olub və o xanım deputat bugün AŞPA prezidentidir. Düşünürəm ki, AŞPA artıq Azərbaycana qarşı bu qərəzini dayandırmalıdır. Çünki Azərbaycanın 2020-ci ildə, onun ardınca da 2023-cü ildə əldə elədiyi ardıcıl zəfərlər artıq Cənubi Qafqazda yeni reallığı ortaya qoyub. Bugün Azərbaycan və Ermənistan arasında sülh prosesi uğurla addımlayır. Bugün Azərbaycan öz ərazisindən keçərək Ermənistana yük daşımalarını təmin edir. Bugün Azərbaycan Ermənistana neft və qaz məhsulları ixrac edir və belə bir şəraitdə Avropa institutları, beynəlxalq təşkilatlar elə bura Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı, Azərbaycana yönəlik bu qərəzini bir kənara qoyub sülh prosesinə öz töhfəsini verməlidir. Məhz bundan sonra Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasındakı akreditasiyasını bərpa edə bilər. Yenidən bu qurumla Azərbaycan arasında etimad mühiti formalaşar və əməkdaşlıq yenidən bərpa edilə bilər. Çünki Azərbaycan, bir daha qeyd edirəm, AŞPA-nın tam hüquqlu üzvüdür. Azərbaycan bir ölkə olaraq bura üzvlük haqqı ödəyir və Azərbaycanın haqqıdır ki, bu platformada təmsil olunsun. Azərbaycanla bağlı, Avropa ilə bağlı məsələlərdə öz fikrini bölüşsün. İnşallah yaxın 2 gün ərzində də sessiya öz işini davam elətdirəcək. Aparılan müzakirələri yaxından izləyirik. Side eventlərdə iştirak edirik. Azərbaycanla bağlı səslənən müzakirələrdə, fikirlərdə biz də öz fikirlərimizi bölüşürük. Yaxın 2 gün ərzində burada bu beynəlxalq təşkilatda yaşanacaq prosesləri, səslənəcək fikirləri sizlərlə bölüşməyə çalışacağam. Allah amanında.